Bir qayda olaraq Gülnar xanımla danışanda həmişə ya skalyozdan, ya da o birisinin adı nə idi? Kifoz. Kifozdan danışır. Skalyoz sağa və ya sola əyilmə, kifoz önə əyilmədən gedir. Və bu əslində qalsa bizim balacalarda daha çox rast gəlinir səhv eləmirəmsə. Uşaq və yeniyetmələrdə daha çoxdur. Əslində böyüklərdə də var. Sadəcə onlarda uşaq dövründən yaranmışdı. Sadəcə müalicə olunmayıb ki, o dövrdə. Yəni bildiyimiz kimi keçmiş dönəmlərdə kifayət qədər deyirdilər filan kəsdə. Yəni el arasında deyilən kimi deyəcəm, qozbellik var, əyri, kürəyi əyridir, donqarlıq var, belə deyirdilər. Amma tibbi adı onun ya skalyozdur, ya kifozdur. Əgər bir tərəfli hündürlük varsa, buna deyirik skalyoz, iki tərəfli hündürlük, yəni önə tam əyilmə varsa, o zaman kifozdur. Bugünkü gün uşaqlarımızda kifayət qədər çoxdur. Yeniyetmələrdə, əsasən də bunu valideynlər niyə gözdən yayındırır? Oversize dediyimiz geyimlər bu dəqiqə, yəni uşaqların bəlasıdır əslində o. Valideynin xəbəri olmur ki, uşaqda nə problem var. Əvvəllər biraz daha dar paltarda daha tez görünürdü, amma indi görmək mümkün deyil. Daha gec gəlib bizə çatırlar. 3-cü, 4-cü dərəcəli skalyoz tiplərində. Yüngül formalarda dönə-dönə analara hər dəfəsində deyirik ki, uşaqlarınıza 9-14 yaş aralığında daha çox diqqət edin. Düzdür, bu yaş aralığı deyirik dəfələrlə ki, uşaqlar daha müstəqil çinməyə meyilli olurlar, valideynlərdə bədənlərini gizlədirlər. Qızlarımızda daha çoxdur, 10 dəfə, 8 dəfə çoxdur bu problemimiz, cinsi yetişkənlik dönəminə bağlı olaraq. Valideynlər xüsusi diqqət eləsinlər, bir çiyinin digərindən aşağıda olmasına, kürək sümüklərinin biri digərindən ya aşağıda və yaxud da qabarıq, biri batıq, biri qabarıq olursa, hətta geyinərkən köynəyin bir tərəfinin daha çox aşağı düşməsi, bu bizə bir siqnal verə bilər. Qollardan birinin aşağıda, birinin yuxarıda olması daha çox skalyozun əlamətidir. Kifoz isə çiyinlərin normadan artıq önə, başın önə getməsidir. Bunu ilə fərqləndirə bilirlər normaldan. Bir də qamət pozulması var ki, bu əzələ problemlə bağlıdır. Yəni əzələdəki olan zəifliyə bağlı olaraq meydana çıxır. Deyərdim ki, bəlkə də bir sinif otağına girsək, 25 uşağın 20-sində var bu günləri. Və sabahları daha ciddi problemə gətirib çıxardır. Daxili orqanların sıxılmasına qədər gətirib çıxara bilər. Ağciyər, ürək problemlərinə qədər çıxarda bilər. Çanaq əyilməsinə qədər çıxarda bilir. Skalyoz və kifozun eyni vaxtda olması mümkündür. Bəli, mümkündür. Daha çox rast gəlir. Bəli, ikisi eyni anda olur. Yəni, həm yana əyilib, həm də önə əyilib. Bəli. Burada bucaqlar var. Məsələn, 30 dərəcənin üzərində biz kifoz, fizioloji olaraq kifozun artması kimi qiymətləndiririk. Skalyoz isə arxadan baxanda onurğa tam düz olmalıdır əslində. Nə yana, nə sağa, nə sola əyilməməlidir. Tipləri var, S-vari var, C-vari var. C-vari yalnız bir tərəfə əyilməlidir. S-vari həm, məsələn, yuxarı hissədə sağada, aşağı hissədə soladır. Bir yeri gəlmişə bir elə pasiyentə var idi Gülnar xanımın və oyuna bağlı bizim bir süjetimiz də var ki, nə dərəcədə əyillik olub və onu Gülnar xanım necə düzəldib. Ona bir daha baxaq. Salam, mən Nigarın valideyniyəm. Biz doktor Gülnar Əhmədlinin yanına gələrkən qızımda qamət pozğunluğu və laridoz var idi. Bunun üçün Gülnar xanıma bir neçə mərhələlərdən keçirdi. Qızıma çox sağ olsun, təşəkkür edirəm. Qızım hər gün günlük olaraq idman, masaj, fizioterapiya olunurdu. Bunun üçün Gülnar xanıma və onun kollektivinə çox təşəkkür edirəm. Həqiqətən də qızımda böyük dəyişikliklər var. Bunun üçün hər birinizə təşəkkür edirəm. Bax belə. Deməli, burada valideyn əslində hər bir valideyn biz çəkmirik. Valideyn özü istədi ki, biz bu şey çəkək və dedi ki, videonu verilişdə yayımlayın. Nəyə görə? Çünki bizdən öncə kifayət qədər əziyyət çəkmişdi, başqa həkimlərdə olmuşdu və uşaqda gördük əvvəl-sonra şəklini ki, yəni kifayət qədər problemimiz vardı. Həm qamətində, həm də lardoz çuxurunun dərinləşməsi. Lardoz belin normadan artıq içəri əyilməsidir. Normadan artıq, bəli, içəri, bəli, qarın önə gedir. Bu daha az rast gəlinən bir patologiyadır, amma görüntü olaraq biz orada kifoz görürük. Çünki qarın önə getdikcə, çiyin də önə getdiyinə görə biz qamətin pozulmasını görürük. Bir növ sual işarəsi formasında bir bədən quruluşu olur. Amma bir kursla o uşaq tamam düzəlmişdi. Və biz ona dedik ki, yalnız və yalnız ildə bir dəfə və yaxud da 2 dəfə profilaktik eləyək, böyümə dönəmini sonlandıraq, ondan sonra heç bir müalicə ehtiyacı yoxdur. 17 yaşdan sonra ehtiyacı yoxdur. Artıq hər şey qaydasına düşəcək və s. Bax belə, Gülnar xanım Əhmədli, ona görə də dayaq hərəkət sistemində, dedim, dayaq hərəkət sistemində problem olursa mütləq Gülnar xanıma müraciət eləmək olar və lazımdır.